Ağdam rayonunun Xıdırı kənd sakini Məmmədov Rami Vaqifoğlu. Buradan cənab prezidentə, cənab nazirə, aidiyyatı qurumlara səslənirəm. Burada bu özbaşınaqlara son qoyulsun. Evdə görüləsi işlər var. Heç birisinin gəlib şirkət tərəfindən görülmür. Bu da bunun qonamiyə verildi. Aspiratorun yeri buradadır. Aspirator aparıb çıxardılar bura. Közünü əzib quraşdırmayıblar. O gün xahiş minnət hələ bir şlanqı da burada salmamışlar. Burada taxta qoyub istifadə edirdik qazın altına. Deyəndən sonra gəldilər onu deşdilər, getdilər su. Ondan sonra gəlmədilər. İndi orada çəkmişəm, işıqdır. Evin üstünə çıxmaq üçün orada yer var, ora. O oradan bağlamayıblar. Köpüylə vurmuşdular. Uşaq aynı evin üstünə yığarkən oradan üstünə düşürmüş, özünü atıb yerə. Atmasaymış, uşağı öldürərmiş. Yəni bu qədər belə bu cürü iş görməzlər. Hər şey verilib, hər şey var, amma iş görənlər, işbazlar bax bu günə qoyublar, məhv ediblər hər şeyi. Bütün materialları körlüyürlər. Bu cürə iş görərlər. Aspiratorun yeri burada, aparıb çıxardılar ora. Çöldə, indi çıxıram çölə, çölü də çəkəcəm. Hətta çıxmamış yerə qoy, burada bunu da göstərim. Bu ki var, onun qıraqlarına vurulub. Bunlar da hamısı elə belə yalandan qoyulub çıxıb gedib. Hamısı qopub tökülür. Evin bu hissəsindən yağışa görə bir 5-6 kubik hündürlüyündə tikilməliydi burada ki, bu gələn sel sularının qarşısını almaq üçün. Onu da eləməyiblər. Bu da kombi sistemidir. Axıdırdı oradan buradan. Onu mən özüm bacardığım üçün düzəltmişəm. Baba toka qədər özüm bağlamışam. Hamısı sallanırdı yerə. Gördükləri işlərdə bax belədir. Bu cürə görüblər işi. Bax oradan turba yerindən çıxır. Ona daş koymuşam ki yerindən çıxmasın. Və gördükləri işlərdə bunlardır. Bunların gördüyü iş bundan ibarətdir. Xahiş edirəm aidiyyatı orqanlar ciddi məşğul olsunlar. Bu vaxtda bir tədbir görsünlər. Sakinlərə burada əl yeri tikilməliymiş, proyekt olub, onu da eləməyiblər sakinlər üçün. Həmən ora işlənən materialları götürüb sakinlərə pulla satırlar. Sakinlərə gedib ondan barı çəkirlər. Hansı ki əl yeri tikilməlidir burada sakinlər üçün. Onu da belə eləməyiblər. Onu da sakinlərə çox görüblər.